Bismillahirrahmanirrahim. Elhamdülillah Rabbil alemin. Vessalatu vesselamu ala eşrefil enbiya'i vel mursalin. Seyyidina ve nebiyyina ve mevlana Ebel Kasım Mustafa Muhammed sallallahu aleyhi ve alihi ve sellem ve alihi teyyibina tahirin ve la'netullah ala a'daihim ecma'in minel an ila kıyami yevmiddin. Euzu billahi semil alim mineşşeytanirracim. Rabbi şrah li sadri ve yessir li emri ve hlul ukdeten min lisani yefkahu kavli. Sallallahu aleyke ya sahibe zaman ve cealna min ensarihi ve a'lani. Allah bu cüməni gününü bizlərə mübarək qərar versin inşallah. Allah bu cümə günündə qılınan cümə namazına edilən duaları ali dərəcədə qəbul etsin. Allah cümə gününün hörmətinə İmam Zaman əleyhissalamın zuhurunu təcil eləsin. Ağanın qəlbimizdən razı və xoşnud eləsin. Davam edirik tövbə edənlərin münacatına. İmam Səccad əleyhissalam davamında buyurur ki: İlahi in kânən nədəmu aləz-zənbi tövbə fə inni və izzetikə minən nadimin. Deyir ilahi, əgər günaha peşman olmaq tövbədirsə, sənin izzətinə and olsun ki, mən peşman olanlardanam. Və in kânəl istiğfaru minəl xətiəti hittətən fə inni ləkə minəl müstəğfirin. Əgər xətanı etiraf edib bağışlanma diləmək günahları silirsə, mən səndən bağışlanma diləyənlərdənəm. Ləkə l'utbə həttə tərdə. Sən razı olana qədər sənə üzrxahlıq borcluyam. O qədər üzr istəyəcəm ki, sən məndən razı qalasan. Artıq bu duanın davamında giriş edilir yavaş-yavaş tövbəyə. Öncə bəndə öz kimliyini açdı, dedi ki, mən kiməm, nəyə bacarıram, nəyə bacarmıram, hər şey ilahi sənin əlindədir. Yəni mənim yeganə ehtiyacım sənsən ki, bundan əvvəldə oxuduğumuz duaların əvvəlində hamısı bunu məzmun cəhətindən açıqlayır, bunu deyirdi. Və sonra bəndənin yolu bu etiraflardan sonra bəndənin yolu tövbə olur. Bəndə artıq özündə bir peşmanlıq haləti yaradır və and içir ki, ilahi, o peşmanlıq əgər tövbədirsə, and ol Allaha, mən peşman olanlardanam. Sənə istiğfar edirəm və s. Fə inni və izzetikə minən nadimin. İn kânən nədəmu aləz-zənbi tövbə. Əgər peşmanlıq, bəndənin qəlbində peşman olması tövbədirsə ilahi, sən bunu tövbədən sayırsan, belədirsə mən tövbə edənlərdənəm. Özü də and içir. Deyir, and ola, izzət və mən peşman olanlardanam. Yəni, bu onu göstərir ki, tövbə ilk olaraq tövbənin qaynağı insanın qəlbi olmalıdır. İnsan qəlbi ilə peşman olmalıdır. Qəlbindən bir fəryad qopmalıdır ki, ilahi, mən peşmanam. İnsanın qəlbindən peşmanlıq hissləri süzülməsə, onun zahirinə çıxmasa o peşmanlıq hissi, dildə nə qədər istiğfar etsə də, nə qədər tövbə etsə də mənası yoxdur. Ona görə dinimiz və Allahın istəyi, bəndəsindən istəyi budur ki, tövbə edəndə qəlbindən bir peşmanlıq sızıldasın. Yəni, gəlib mənim qarşıma, ilahi, məni bağışla, dilinlə deməklə kifayət eləmir. O bağışlanma, o məni bağışla, mən tövbə edirəm, o qəlbimizin tərcüməsi olmalıdır. Yəni, bağışlanma demək bir surətdir, onun mənası olmalıdır. Qəlbin o peşmanlığı isə mənadır, o mənadan qaynaqlanmalıdır. Əgər o məna yoxdursa qəlbimizdə, bu tövbə eləmək, yəni, sanki elə bir ki, Allahı allatmaq istəyir. Əlbəttə ki, bu da mümkün deyil. Ona görə Peyğəmbərimiz buyurur ki, ən-nədəmu tövbə. Buyurur ki, peşmanlıq tövbədir. Peşmanlıq tövbə kimidir. İlahi, mən dilimdə demədim axı tövbə edirəm. Qəlbən olan peşmanlıq elə tövbə sayılır. Bəzən ola bilər, məsələn, bir nəfər günah eləyir, biz günah eləyirik, amma qəlbimizdə peşmanıq. Dilimizdə məsələn demirik, dilimizdə bunu gətirmirik. Allah qəlbimizə baxır.
qəlbimizdəkinə uyğun qiymət verir, dəyər verir. Allah üçün mühüm qəlbdir. Allah qəlbin müştərisidir. Allahın işi qəlbdir. Allah istəyir ki, qəlblər düzəlsin. Qəlblər düzəldiyi təqdirdə insan düzələcək. Qəlbdə problem olacaqsa, insan problemi olacaq. Qəlbdə gözəllik olacaqsa, o gözəllik insanın zahirinə də çıxacaq. Mən dilimlə yox, ürəyimlə. Yəni bunu öyrətmək istəyir ki, İnkənə nədəmə aləz-zənbi. Əgər günaha peşman olmaq tövbədirsə, onda and olarlar izzət və and olsun mən peşman olanlardanam. Bunu demək istəyir ki, bunu çatdırmaq istəyir ki, biz belə tövbə eləməliyik. Mən dilimlə yox, ürəyimlə yanıram. Bunu demək lazımdır. Dilimlə yox, ürəyimlə yanıb tövbə eləyirəm. Ürəyim tövbə eləyir mənim. Etdiyimə görə içim göynüyür, içim yanır. Bu həddə gəlib satmalıdır insan tövbədə. Bu nəsuh tövbəsinin müqəddimələrdə insan bu həddə gəlib satmalıdır. Qəlbim yanır, qəlbim göynüyür, ağrıyır. O tövbən, o günahın acısından ağrıyır. Bu həddə satmalıdır insan. Deyir, izzətinə and olsun. Və izzətikə minən nadimin. Özdə izzətinə and olsun deyir. Yəni ilahi mən yalan danışmıram. İmam bizə bunu öyrətmək istəyir ki, yəni ilahi mən yalan danışmıram. Bu dilimdəki yalan söz deyil. Dildə ki tövbə edirəm, deyirəm, bu yalan söz deyil. And içməklə bunu göstərmək istəyir. Yəni bu həqiqətən qəlbdən gələndir. Bu səmimiyyətin zirvəsidir. O and içmək səmimiyyətin zirvəsidir ki, ilahi həqiqətən mən qəlbimdən peşmanam. Adam deyər ki, mən tövbə edirəm, peşman olanlardanam. Day niyə and içirsən? Yox, and içmək bunu göstərir ki, ilahi mən bilirəm ki, sənin xoşuna gəlmir. Bir insan qəlbində heç bir narahatçılıq olmur, amma gəlir dilində deyir, mən tövbə edirəm. Belə sənin bəndələrinə xoşun gəlməz. Ona görə və izzətikə, sənin izzət və and olsun minən nadimin. Mən həmin o qəlbən peşman olanlardanam. Yoxsa biz dilimizdə gərək nə qədər deyə ilahi tövbə edirəm, bu alınmayacaq. Ki, Allah bilmir. İnsan özünü tövbədə bu hala gəlib çatdırmalı. Nəsuh tövbəsinin müqəddiməsi budur. Buradan başlayır, qəlbdən başlayır. Bu həddə gəlib çatdırmalıdır. Neynim mən buna? Düşünməliyik, təfəkkür etməliyik. Özümüzə müəyyən bir vaxt ayırmalıyıq. Özümüzü məcbur etməliyik. O vaxtda oturub düşünək günahlarımız haqqında və Allahdan istəyək ki, qəlbimizə o peşmanlıq toxumunu səpsin. İnsanın gözündən bir yaş gəlsin. İnsan bir gözündən yaş gəlməklə özünə qaydar. Yoxsa elə mən üzr istəyirəm bu ifadəmə görə bizdə bir söz deyir, axotum yoxdur. Yox, mənim axotum yoxdur tövbə eləməyə. Elə dildə əstəğfirullah. Belə desin, Allah da deyəsə ki, sən ki belə deyirsən, mənim də axotum yoxdur, səni bağışlamalı. Buna yanaşmadı, sən mənə yanaşırsan. Allah mənə belə deyər. Ələm ya'ləm bi ennəllahə yara Ələq surəsi 14-cü ayə. Buyurur ki, bilmirsiniz Allah. Məgər bilmirsiniz Allah sizi görür. Allah görür, bilmirsiniz. Onlar bilmirlər ki, Allah görür. Allah görür, yəni nə təkcə sən zahirivi yox, batinivi də görür. Ruhuvu da görür, qəlbivi də görür. Yalandan dildə tövbə eləyim, amma qəlbində o tövbə yoxdursa Allah onu görür. Həzrət Əli əleyhissalamın gözəl bir sözü var. Tövbə haqqında, peşmanlıq haqqında. Çox gözəl bir sözdür. Buyurur ki, mən nə demə fəqət təbə. Kim peşman oldusa, qəlbində peşmanlıq oldusa, o artıq tövbə eləyib. Tövbə sayılır. Mən təbə fəqət ənabə. Və kim tövbə elədirsə, o neyib Allaha, munib deyirdiyi, bundan əvvəl o Allaha qayıdır. Allaha qayıtmış olur. Görürsünüz, Həzrət Əli də deyir, peşman olmaq, qəlbən peşman olmaq, bu elə tövbədir. Artıq tövbəni yerinə yetirdin. Və tövbəni də yerinə yetirdinsə, o peşmanlıqdan qaynaqlandısa, o deməkdir ki, yəni mən gəldim Allaha qayıtdım, döndüm Allaha tərəf, ilahi gəlmişəm. Görürsünüz, yəni bir-birinə bağlıdır. Peşmanlıqdan tövbə doğar. Tövbədən də ənabə, yəni qayıtmaq doğurar. Qayıdış olar. İnsanın Allaha qayıdışı olar. Bu birinci məsələdir ki, bunu bilməliyik. Qəlbimiz tövbə eləməlidir. İkinci məsələ, burada gəlir ki, utbə ləkələ utbə həttə tarda. Yəni, sən məndən razı qalana qədər, mən səndən üzr istəyəcəm.
istiğfar edəcəm sənə. Utbə biz nəyə deyirlər? Bir insanın könlünü almaq üçün üzr istəmək. Onun könlünü alana qədər üzr istəməkdir mənası. Bəzən biz kimdənsə üzr istəyirik, o deyib yox, amma bilirik ki, onun könlü razı deyil buna. Dilində deyir, gedirsən onun könlünü almaq üçün, ələ almaq üçün nə qədər üzr istəyirsən. Elə üzr istəyirsən ki, deyirsən ki, səndən əl çəkən deyirəm. Könlünü almayana qədər səndən əl çəkən deyirəm. Ütbənin mənası budur. Utbə yəni bu. Yəni bir dəfə üzr istəmək yox. İlahi, sən oldun deyənə qədər qapında olacam. Mənası budur. Sən razı qalana qədər qapında olacam. Sən oldu deyənə qədər, tövbən oldu, qəbul oldu, bunu deyənə qədər səndən əl çəkən deyiləm. Bax, Utbə yəni bu. Mənası budur. 1000 dəfə də qovsan məni qapından, 1001-ci dəfə gələcəm. Tək ki, sən məndən razı qalasan. Tək ki, sən məndən razı qalasan. Bu duadan da anlaşılır ki, Allah bəndədən tövbə istəyəndə burada 3 məsələ var. 3 məsələ ilə tövbə gerçəkləşə bilir. Birincisi budur, peşmanam. Və necə peşmanam? Peşman olmaq, qəlbimin yanmağı ilə peşman olmaq. Bu birinci məsələ. 2 məsələni dedik. İlahi, in kənən nədəmə aləz-zəmbi təvbə fə inni və izzətikə minən nadimin. Birinci məsələ. Əgər peşmanlıq tövbə etsən, mən peşman olanlardanam. Deməli, birinci budur ki, peşman olmalısan. Qəlbin peşman olmalıdır. Tövbənin şərti budur. İkincisi budur. Bağışlama diləmək. Artıq sonra dilə gəlmək. Dillə yalvarmaq. Tövbənin ikinci prosesi budur. Nəyə görə? Və in kənəl istiğfarı minəl xətiyyəti hiddətən fə inni ləkə minəl müstəğfirin. Yəni, əgər xətanı etiraf etmək, etiraf edib bağışlanma dilənmək, günahları silirsən, mən səndən bağışlanma diləyirəm. Etiraf etmək, yəni peşman oldun. İkinci proses də budur ki, dilində deməlisən. Dilinə gətirməlisin o peşmanlığı. Üçüncüsü də budur ki, getmirəm, getməmək. Sən razı olana qədər üzr istəmək. İlahi, səndən üzr istəyəcəm. Mən razı olana qədər səndən üzr istəyəcəm. Nə üçün? Ləkəl utbə həttə tərda. Sən razı olana qədər sənin qapındayım. Tövbənin deməli 3 şərti budur. 3 dənə əsas çox gözəl şərtdir. Bu dua bizə onu öyrədir. Tövbə duası bunu öyrədir. Deməli peşmanlıq qəlbən, dilə gətirmək, üçüncü də Allah razı qalana qədər onun qapısında dayanmaq, getməmək. Elə gəldin qapını tövbə edirəm ha, dedin, qayıtdın, yox, bu olmamalıdır. Bu olmamalıdır. Bu 3 şərt olarsa, bəli, insan tövbəsi qəbul. Allah belə bu şərtlərlə bizə tövbə nəsib eləsin. Belə bir gözəllik şərtlərlə dolu tövbə nəsib eləsin. Əsl tövbədir bu. İnsana bu nəsib olarsa, əsl tövbə olar. İnsan qaydar, insan yenidən doğular. Demişdim, tövbə əslində bir məqamdır. Taibin tövbə edənlər məqamıdır. İnsan tövbə edən bir məqamına gəlib çata bilər. Bu məqama gəlib çatar. Yəni, ürəkdə peşmanlıq, dildə istiğfar, əməldə israr. Yaxşı, mən Allahın qapısında nə qədər dayanım? Tamam, başa düşdüm, qəlbən peşmanım, dilə gətirdim. Nə qədər onun qapısında dayanım? Görəsən, nə vaxta qədər məndən razı olacaq? İnsan bunu özündə anlayır. Nə qədər peşmanlığı çox olarsa, nə qədər göz yaşı tökərsən, nə qədər insan o acını hiss eləyərsə, günahın acısını hiss eləyir, peşman olarsa, nə qədər dildə deyərsə, insan özü gəlib elə bir məqama çatır. Başa düşür ki, tövbə edənlərin məqamına daxil oldu. O məqama daxil oldusa, Allah onu bağışlayır. Və birdən Allah məni gec bağışlayar. Allah bəzən çox istisna hallarda kimsə gec bağışlayar ki, o da onu tərbiyə etmək üçün olar. Amma görün nə deyir Həzrət Əli əleyhissalam Kumeyl duasında. Bu sözdən sonra necə deyə bilərik ki, Allah məni gec bağışlayar. Allahın qapısında durmağın özü belə çox gec çəkmir. İsrar etmək belə çox gec çəkmir. Tez razılaşır Allah. Ya səri'ar rıda, ixfir limən la yəmliku illə dua. Kumeyl duasının axırlarında gəlir. Deyir, ey tez razılaşan, ey tez razı olan. Bağışla o kəsi ki, onun duasından başqa bir mülkü yoxdur. Duadan başqa bir şeyə sahib deyil. Görürsünüz, Həzrət Əli deyir də, ya səri'ar rıda, ey tez razı olan. Belə bir Allah qarşısına çıxırıqsa,
Bilək ki, tez razı olacaq. Bir dənə Allah deyir, qəlbində peşman ol, dilə gətir, onsuz da mən səndən tez razı olacam. Sanki o valideyn görür, övlad o qədər azıyır, o qədər o əməlinə görə peşman olur, o qədər pis vəziyyətdə olur, valideyn dözə bilmir onun o əməlinə. Yəni, istəmir o vəziyyətdə olsun, o vəziyyətinə dözə bilmir. Tez bir zaman razılaşır ki, oğlum, bildim, narahat olma, kifayətdir. Allah da valideynin üstündə sevgisindən bunu, ehtiyacı yox deyir bizə, sevir bizi, sevgisindən bunu eləyir. Deyir, razıyım. Sevgisi buna gəlir, Allah'a tez razılaşdırır. Sevgi səbəb olur ki, Allah tez razılaşsın. Allah bəndəsini sevir. Bəndəsinə məhəbbəti var. Ustad mərhum Hacı Şahin deyərdi, Allah bəndəsini sevir. Buna görə yox ki, ehtiyacı var bəndəsinə. Hər sevən o demək deyil ki, o sevdiyinə ehtiyacı var. Sadəcə olaraq sevgisi var. Sevgisi onu ona bağlayır. Amma o bağlılıq ehtiyacından qaynaqlanmır da. Allahın bizə sevgisi var və o sevgisi, onun bizə olan məhəbbəti gətirir, buna səbəb olur ki, Allah tez razılaşır. Belə bir Allahın qarşısında tövbə eləmək, onun qapısında durmaq tez bir zamanda o bizi bağışlayar. Allah bizləri bağışlanan bəndələrindən qərar versin, əsl tövbə edənlərdən qərar versin. İnşallah Allah bu cümə gününü bizlərə mübarək eləsin. Allahümmə inna nəs'aluke və nəd'uk bismikəl azim əl-azam əl-azzil əcəllil əkrəm və bi Muhammedin və əhli beytihi teyyibin at-tahirin. Ya Allah, 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 ya Rahman, ya Rahim. Ya muqallibəl qulub, səbbit qulubuna ala dinik. İlahi əllərimizi la ümid qaytarma. Amin deyən dillərimizi lal öldürmə. Bağışlamamış bizləri qəbr evinə göndərmə. Qəbrimizin ilk gecəsində Həzrət Əli əleyhissalamı başımızın üzərində hazır ilə. Dünya və axirət bizləri Peyğəmbər və əhl-i beytindən ayrı salma. Dünyada İmam Hüseynin ziyarətin, qiyamətdə şəfaətin bizlərə nəsib elə. İlahi, Ərəfə ziyarəti yaxınlaşır, Ərbəyin ziyarəti yaxınlaşır. Kimin bu ziyarətə getmək niyyəti varsa, İlahi, onlara o ziyarəti nəsib elə. İlahi, çətinlikdə olanların çətinliklərin tezliklə həll elə. Xəstə olanlara tezliklə şəfa ver. Nəzərdə olan xəstələr var, onlara tezliklə şəfa ver. İlahi, şəhidlərimizə, Kərbəla şəhidləri ilə məşhur elə, qazilərimizə tezliklə şəfa ver. Onların valideyni səbir, inayət elə. İlahi, dünyanın hər yerində ki, körpə uşaqlara, müsəlmanlara zülm edirlər, zəlil məhv nabud elə. Dünyanın hər yerindəki İslama, dinə xidmət edirlər, onlara daha da müvəffəq elə. Bu cümə günündə qılınan cümə namazına edilən dualara ali dərəcədə qəbul elə. Günahlarımızı bağışlamaqla İmam Zaman əleyhissalamın zuhurunu tez elə. Ağanan qəlbin bizdən razı və xoşnud elə. Haqqı Muhammedin və alih və haqqı surətil mübarəkətil Fatihəti məəs-salavat. Allahümme salli ala Muhammed və ali Muhammed və accil fərəcə.